İkinci başlıqla davam edək. Natural ədədlərin toplanması, çıxılması, vurulması və bölünməsi. Burada yeni əlavə olunmuş suallar 15, 16, 17-ci suallardır. 15-ci suala başlayaq. A və B natural ədədləri üçün 4A üstəgələk 5B bərabərdir 90 olarsa bizdən 5A üstəgələk 4B-nin ən böyük qiymətini istəyir. İndi fikir verin uşaqlar, bu ifadəni mən ən böyük qiymətini almaq üçün A-nın ən böyük qiymətini, B-nin isə ən kiçik qiymətini almalıyam. Gəlin o zaman buradan A-nın ən böyük qiymətini tapaq. 4A, ilk öncə A-nı tapaq. 90 çıxaq 5B-yə bərabərdir. A bərabərdir 90 çıxaq 5B bölək 4. İndi diqqətlə qulaq asın. Mən əgər A-nın ən yüksək qiymətini, yəni ən böyük qiymətini almaq istəyirəmsə, burada B-nin ən kiçik qiymətini almalıyam. O zaman gəlin ən kiçik qiymətdən başlayaq. Mən B-yə 1 versəm burada, A natural ədəd olmayacaq. Niyə? 1 versəm 90 çıxaq 5 vuraq 1. Yəni 85-i 4-ə bölə bilmirəm. Ona görə B heç alınmır, çünki natural ədəd alınmır. Sonra mən B-yə gəlin 2 verək. 90 çıxaq B vuraq 2 bölək 4. Bu zaman alınır ki 90 çıxaq 10 bölək 4, yəni 80 bölək 4 20. Demək B-nin 2 qiymətində A 20 alındı. Demək bu bizim A-nın ən böyük, B-nin isə ən kiçik qiymətidir. Gəlin ifadədə yerinə qoyaq. 5 vuraq 20, üstə gələk 4 vuraq 2. Cavabımızı da alırıq 108. Yəni 5A üstə gələk 4B-nin ən böyük qiyməti 108 alınır burada. 16-cı sualla davam edək. Bu da eyni ilə 15 kimidir. A və B natural ədədləri üçün 6A üstə gələk 7B bərabərdir 103 olarsa, 7A üstə gələk 6B-nin ən böyük qiymətini istəyir. Ən böyük qiyməti 7A üstə gələk 6B-nin. Aha. Burada ilk öncə böyük tapmaq üçün yenə A-nın böyük, B-nin kiçik qiymətini tapmalıyam. 6A bərabərdir 103 çıxaq 7B. A bərabərdir 103 çıxaq 7B bölək 6. Gəlin burada biz ilk öncə B-nin kiçik qiymətini axtaraq. Təbii ki, A-nın böyük qiymətini almaq üçün. B-yə ilk öncə 1 verirəm. 1 verəndə 103 çıxaq 7 bölək 6. Buradan alırıq 96 bölək 6. Buradan da 16 eləyir. Yəni B-yə 1 verəndə A-nı alırıq 16. Bu bizim ifadənin ən böyük qiyməti, yəni A-nın ən böyük qiyməti, B-nin isə ən kiçik qiymətidir. Aparaq yerinə qoyaq. 7 vuraq 16. Üstə gələk 6 vuraq 1 ifadəsini tapmalıyıq. Bərabərdir. 7-ni 16-ya vuran uşaqlar 112. Üstünə də 6 gələndə cavab 118 alınır. Yəni ən böyük ifadənin qiyməti 118-dir. 17-ci sualla davam edək. Bir onluq ayrılışdan gedir söhbət. AB çıxaq BA bərabərdir 3A çıxaq 2B. Yəni bu əvvəlki başlıqda da buna aid sual vardı. Niyə bura saatlar heç cür başa düşmürəm. Yəni əvvəl buna aid, məsələn, birinci başlığa baxsaq, nə qədər suallar var buna aid. Bu ikinci başlığa da gətirib belə bir sual əlavə ediblər, yazaq. Onluq ayrılışın, yəni AB ayrılışın açılışı 10A üstə gələk B-dir. Qarşıda mənfi olduğuna görə bunun işarələr əksinə dəyişəcək. 10B çıxaq A bərabərdir 3A çıxaq 2B-yə. Sonra 10A çıxaq A 9A verir bu bizə. Burada B-dən də 10B çıxanda 9B qalır. 3A çıxaq 2B. İndi A-ları sol tərəfə, B-ləri sağ tərəfə yığıram. 9A əks işarəli gəlir 3A. İndi bura diqqətlə baxın. 2B mənfidir. Mənfi 9B də müsbət 9B olaraq gələcək bura. Olur. Buradan 6A bərabərdir 7B-yə. A-mız 7, B-miz isə 6 alırıq. Gəlin görək hansı uyğundur 17-də birinciyə. Cəmi 13 E variantı, fərqi 1 C variantı. Yəni 1-ə C və E uyğundur. Keçirəm 2-yə. AB ayrılışı bərabərdir 7A üstə gələk 6B-yə. AB-ni açaq. 10A üstə gələk B bərabərdir 7A üstə gələk 6B. Aha. Aları sol tərəfə yığıram.
B-ləri sağ tərəfə. 3A, 5B. A-mız 5, B-miz isə 3 alıram. Gəlin görək hansı uyğundur? Fərqi 2A variantı, cəmi 8 yoxdur. 2-yə də sadəcə A uyğundur. 3-ə baxaq. AB 5, çıxaq AB 266. Mən yenə bunu alt-alta yazmaq istəyirəm. Daha sadədir alt-alta yazmaq. 266. Burada B-ni gəlin tapaq ilk öncə. 5-dən B çıxanda 6 verir. Yenə bu mümkün deyil. Yenə bir onluq ayrılış deməkdir. 15-dən nə çıxanda 6 verir? Biz burada gəlin baxaq. 15-dən 9 çıxanda bizə 6 verir. Ona görə B-miz 9-dur. Gəlin B-ni yerinə 9 yazaq. A 9B çıxaq. A9 bərabər 266-ya. Fikir verdiniz, bir onluq ayırmışıq 9-dan 5-ə. Qalır burada 8. 8-dən nə çıxanda 6 edir? 2. A-nı da buradan alırıq 2. A-mız 2, B-miz 9. Gəlin görək bizdən nə istəyir? Fərqi var. Fərqi 7. Bəli, bir dənə D variantı. 3-ə də D variantı uyğundur. İndi keçək 3-cü başlığa. İlk sualımız 16-dır. 16-cı suala baxaq. A2, B6, C ədədinin 12-yə bölünərsəm, cəminin ala biləcək iki qiymət tapın. A2, B6, C. İndi fikir verin uşaqlar. Burada 12-nin bölünmə əlaməti odur ki, həm 3-ə bölünsün, həm 4-ə bölünsün. 4-ün bölünmə əlaməti odur ki, son iki rəqəmi 4-ə bölünən olsun və ya 0-0 olsun. 3-ün bölünmə əlaməti odur ki, rəqəmlər cəmi 3-ə bölünsün. İlk öncə 4-ün bölünmə əlaməti yerinə yetiririk. 6C ifadəsində, indi fikir verin, 6C-də gəlin görək C-yə hansı qiymətlər versək 4-ə bölünər və ən kiçik qiymətini istəyir deyə ən kiçiyindən başlayacağam. Gəlin yazaq. C bərabərdir. Mən C-yə 0 versəm 60 bölünür. C-yə 4 versəm 64 bölünür. Bir də C-yə 8 verə bilərəm. 68 bölünür. Yəni 4-ə. Mən ən kiçik olduğu üçün 60 ilə başlayıram. Yəni C-nin 0 qiyməti ilə. Gətirirəm yerinə 0 qoyuram. A2, B, 6, 0 ifadəsini deyir. 3-ə bölünməsi üçün. 3-ə də bölünməsi üçün rəqəmlər cəmi 3-ə bölünməlidir. Yəni bu rəqəmlər cəminə baxaq. A üstə gələk B, üstə gələk 8. Burada bu 3-ə tam bölünmək üçün rəqəmlər cəmi AB cəmini mən 1 götürərəm. Ümumi cəm eləyər 9. 9 3-ə tam bölünür də rəqəmlər cəmi 9 eləyir. Ona görə AB-ni mən 1 götürürəm cəmini. C-nin də 0 halı. Demək A plus B plus C 1 plus 0. Yəni AB cəmi 1 elədi. Buradan cavabımız 1 olacaq. Sonra davam edirik 17-ci sualla. 17-ci sual. Rəqəmləri fərqli olan iki rəqəmli ədədi 5-ə böldükdə qalxdı ən böyük olan. 17-ci sual. Uşaqlar, iki rəqəmli ədədi, yəni AB iki rəqəmli ədədinin 5-ə böldükdə qalıq ən böyük. Biz bilirik ki, 5-ə bölünmə əlaməti sonu 0 və 5 ilə qurtarmalıdır. Gəlin baxaq, sonu 0 və 5 ilə qurtarmalıdır. Sonu 0 ilə qurtarsa, bunun qalığı belə, uşaqlar, məsələn, ən A0, bu 5-ə tam bölünür də. Mən burada qalıq, məsələn, 4 yazaram ki, ən böyüyü olsun. Axı deyir, böləndən kiçik olmalıdır qalıq. Bu, məsələn, A4 olar da, burada qalıq ən böyük 4 qalacaq. Daxil sonu 0 ilə qurtarmalıdır. Bir də sonu, məsələn, 5 ilə qurtarsa, yenə ən böyük qalıq onun nədir? 4-dür. Ona görə 5-in üzrə 4 gəlirəm 9. A9-a baxın uşaqlar. Burada A9-da 5-ə bölünəndə son rəqəminə baxasınız. 9-un 5-ə bölməsindən qalıq 4. Burada da 4 qalır, burada da 4. Yəni ən böyük qalığımız da 4 olduğuna görə bu iki ifadə, yəni iki rəqəmlə də ən böyük qalıq verir bizə. Rəqəmləri fərqli dediyi üçün mən burada 44, 99 götürməyəcəm. Bilirəm ki, buradan 9-a qədər ədədlər var. Yəni rəqəmlər qoya bilərik biz bura. Bir dənə 4-ü götürmürəm. Burada 8 hal var. Yəni 8 ədəd var. Burada da yenə 9-u götürmədiyim üçün burada da 8 hal var. Demək 16 dənə 2 rəqəmlə də düzəldə bilərik biz. Sonraki sual 24-cü sualdır. Baxarım 4-cü suala.
Deyir 2 natural ədədin cəmi 211-dir. Bu ədədlərdən böyüyünü kiçiyinə böldükdə naturalın qismətdə 4, qalıqda 1 alınır. Bu ədədlər bir-birinə böldükdə qismətdə 4 alınırsa, elə bu ikisi də 2 rəqəmli ədəddir. Mən 2 rəqəmli ədəd üçün elə AB yazmayacağam. Yəni A üstəgələk B yazacağam. Belə deyim, bunlar 211-dir. Yəni A və B 2 rəqəmli ədəddir də. 2 rəqəmli ədəddir. Aha, cəmi 211-dir. Bizə deyir ki, birin digərinə böldükdə, yəni A-nın B-yə böldükdə natamam qismətdə 4, qalıqda 1 alınır. Əvəz gəlin buradan A-nı tapaq. Böləni vuracağım natamam qismətə 4B, üstə də gələcəm qalığı. Aparıram A-nı yuxarıda yerinə qoyuram. Bax buradan, gəlin bu tərəfdən yazaq. A-nı yerinə 4B üstə gələk 1 yazıram. Üstə gəlirəm B-ni, bərabər edirəm 211-ə. Buradan 5B üstə gələk 1 olur 211. 5B bərabərdir 210. Buradan mən B-ni tapıram 42. Yəni onda bizdən böyük istədiyi üçün B-ni tapaq. B-nin əlinə, daha doğrusu A-nı tapaq uşaqlar. A-nı tapanda da B-nin yerinə 42 yazacağam. 4 vuraq 42 üstə gələk 1. 4-ü 42-yə vuranda 168. Üstə də 1 gələndə cavabımız 169-dur. Ən böyük 169-dur. Kiçiyi də 42-dir. Aydın oldu mu sual? Aha, sonra keçək. 26-cı sualdır. Sonraki sualımız. Aha, 26-cı sual. 7-yə böldükdə qalıqda 4 alınan ədədlər 3-ə tam bölünərsə. Gəlin bir A ədədini götürək. Deyirəm bunu 7-yə böldükdə, natural qisməti bilmirəm, bir B işarə eləyirəm. Qalıq 4 alınır. Aha. Deyir bu ədəd, yəni A 3-ə tam bölünür. Gəlin buradan A-nı tapaq ilk öncə. 7B üstə gələk 4. Aha, mən bilirəm ki, bu 3-ə tam bölünər və 2 rəqəmli ədəddir A. Burada nə edirik uşaqlar? Gəlin görək. Ən kiçik və ən böyüyünü istədiyinə görə mən B-ni yeni 1 qoyum görüm. Əgər 3-ə bölünürsə götürəcəm onu ən kiçik qiymət olaraq. 7-ni vururam 1-ə. Yəni gəlin tapaq. 7 vuraq 1 üstə gələk 4. Bunu 11 alırıq. Demək ədədimiz 11 imiş. Amma 11 3-ə tam bölünmədiyi üçün B1 halını götürmürük. B-nin 2 halına baxaq. B-nin 2 halından 7-ni vuracağıq 2-yə. Üstə gələcək 4. Bu da 18 eləyir. 18 bəli 3-ə bölünür. Demək ən kiçik halı B2 olduqda, daha doğrusu ədədi istədiyinə görə 18-dən kiçik ədəd. Aha, bu şəkildə davam edir. Bizdən ən böyüyünü istəyir, amma biz diqqət etməliyik ki, bu 2 rəqəmli ədəddir. Məsələn, gəlin elə davam edək. B-yə 10 versin. Gəlin görək burada hansı qiymətlər alır. B-yə 10 verək. B-yə 10 verəndə 7 plus 7 vur 10 plus 4 eləyəcək bu uşaqlar 74. Gəlin görək 74 3-ə bölünür. Xeyr, 74 3-ə bölünmür. B-nin 10 halı ödəmir. B-nin 11 halına baxaq. A bərabər 7 vuraq 11 üstə gələk 4. 77-nin üstünə 4 gələndə 81 eləyir. Bəli, 81 3-ə bölünür. Bunu götürə bilərik. Görək ən böyüyüdürmü? Davam edək. B-nin 12 qiymətinə baxıram. A bərabər 7 vuraq 12 üstə gələk 4. Bu da eləyir 7-ni 12-yə vuran uşaqlar 84. 84-ün üstə 4 gələndə 88 eləyir. 88 3-ə bölünmür. B-yə 13 halını verirəm. A bərabərdir. 7-ni vururam 13-ə. Üstə gəlirəm 4. Gəlin görək bu 2 rəqəmlə də alınacaq, yoxsa 3 rəqəmli. 13-ə vururam 91. Üstə gəlirəm 4. 95. 95 3-ə bölünmür, amma yenə 2 rəqəmlidir də. Baxın. 14 qiymətinə baxaq. Deyəsən bu 3 rəqəmli olacaq. 7-ni vuracağıq 14-ə. Üstə gələcək 4. 98, bəli, 98 üstə 4 gələndə 102 edir. Bu 3 rəqəmli də oldu. Heç bu 3-ə bölünür, amma biz bu 3 rəqəmlidir deyə götürmürük. Yəni ən kiçiyimiz 18, ən böyüyümüz 81 alındı. Bizdən də bu rəqəmlərin cəmini istəyir. Ən böyüyü, yəni ən kiçiyinin cəmi bizə verir 99. Cavabımız olur 99 26. Və son sualımıza baxaq. 30-cu sual. 30-cu sual çox maraqlı sualdır. Diqqətlə baxaq. N ədədini deyir 35-ə böldükdə natamam qismətdə M alınır. Qalıqda isə M kubu alınır. N-in ən böyük qiymətini, rəqəmlər cəmini tapın. Yəni ilk öncə N-i tapaq buradan. 35M üstə gələk M kubu. Uşaqlar, bu ifadə mən ən böyüyünü tapmaq üçün əlbəttə ki, M-in
ən böyük qiymətini tapmalıyam da. Ən böyük qiymətini tapmalıyam. İndi fikir verin. Burada bir nüansa fikir verməliyik ki, burada bölən 35-dir, qalıq isə m kubudur. Biz də bilirik ki, qalıq, yəni m kubu böləndən kiçik olmalıdır, 35-dən kiçik olmalıdır. Gəlin görək. M-in ən böyük qiyməti burada nədir? Biz bilirik ki, M-in burada, məsələn, 4 qoysaq, M-in 4-ün kubu 64. 4 ən böyük olmur da. Gəlin 3-ü qoyaq. 3 qoyanda bəli olur, 27 olur. 27 də 35-dən kiçik. Demək, M-in ən böyük qiyməti 3-dür. Gəlin aparaq, yerinə 3 qoyaq. Buradan yazaq bərabərdir. 35 vuraq 3, üstə gələk 3-ün kubu. Uşaqlar 35-i 3-ə vurduqda 105. 105-in üstə 27 gəldikdə burada alırıq 132. Yəni bizdən də rəqəmlər cəmini istəyir. 1 plus 3 plus 2. Cavabımızı alırıq 6. Aha uşaqlar, bu 3-cü bölmənin də sualları bitdi. Əgər fərdi və qrup şəklində onlayn dərslərimiz haqqında məlumat almaq istəyirsinizsə, yazacağım nömrəni WhatsApp-na yaza bilərsiniz. Orada bütün məlumatlar sizə veriləcək. 050 495 14 bu nömrə WhatsApp-na yazarsınız. İndi gələn dəfə 4-cü və son bölmənin suallarına baxacağıq.